Salam, 8-ci sinif biologiya 1-ci hissədən fermentlər mövzusunun izahına baxaq. Bax, burada yediyimiz qida verilibdir. Bildiyiniz kimi biz qida maddələri ilə zilallar, yağlar, karbohidratlar və digər mineral maddələri və suyu daxil eləyirik orqanizmə və orqanizmin qidaya olan tələbatını ödəmək üçün və burada soruşulur ki, sizcə yediyiniz qidalardan sonra nə baş verir? Yediyimiz qidalar bildiyiniz kimi müxtəlif fermentlərin təsiri ilə öz tərkib hissələrinə parçalanmış olur. Çünki iri molekulu birləşmələr, zülallar, yağlar, karbohidratlar qidamızın tərkibində mövcuddur. Onlar o şəkildə hüceyrələr tərəfindən mənimsənilə bilmir. Ona görə də həzm orqanları tərəfindən bu qida məhsulları öz tərkib hissələrinə, kiçik molekulalara parçalanmış olur. Deyir ki, əvvəlcə deyir, ağzımıza çörəyi qoyaq. Çörək ağzımızda əvvəlcə şirin dad verməyəcək. Onu çeynədikcə, ağız suyu ilə ıslandıqca isə şirin dada malik olduğunu görəcəyik. Necə düşünürsünüz? Şirin dadı hiss etməyimizin səbəbi nə ola bilər? Bildiyimiz kimi çörəyin tərkibində iri molekullu karbohidrat olan nişasta mövcuddur. Bildiyimiz kimi iri molekullu karbohidratlar şirin dada malik deyil. Amma ağız suyu ilə ıslandıqca ağız suyunun tərkibində karbohidratları sadə karbohidratlara parçalayan fermentlər mövcuddur ki, həmin fermentlər vasitəsilə onlar sadə karbohidratlara parçalanır. Sadə karbohidratlar isə öz növbəsində şirin dada malik olduğundan biz də şirin dadı hiss etmiş oluruq. Bildiyimiz kimi canlı orqanizmin hüceyrələrində fasiləsiz olaraq maddələr mübadiləsi baş verir. Bu zaman bəzi maddələr parçalanır və yaxud yeni maddələr əmələ gəlir. Baş verən kimyəvi reaksiyalar zamanı həm kimyəvi rabitələr qırılır, həm də yeniləri yaranmış olur. Məsələn, maltozanın hidrolizində əvvəlcə 2 qlikoza molekulu arasında rabitə qırılır, sonra isə hidrogen və karboksil qrupu hər bir qlikoza molekulu ilə əlavə olaraq yeni rabitə yaratmış olur və nəticədə qırılması nəticəsində bu molekulaların onların tərkib hissələrindən ibarət olan qlikoza molekulaları əmələ gəlmiş olur. Reaksiyanın başlaması və davam etməsi üçün tələb olunan enerji həmin fermentlər vasitəsilə verilir ki, bu aktivləşmə enerjisi hesab olunur. Çünki hər bir rabitənin qırılması və yaxud yeni rabitənin əmələ gəlməsi üçün enerji lazımdır ki, o aktivləşmə enerjisinin təmin edən məhz katalizator funksiyasını yerinə yetirən fermentlərdir ki, fermentlər xüsusi spesifik zilallardır ki, onlar reaksiyaların sürətini artırır, özləri isə sərf olunmamış qalırlar hüceyrədə. Ona görə də hüceyrədə az miqdarda olması proseslərin gedişatına təsir göstərə bilir. Canlı orqanizmlərdə maddələr mübadiləsi zamanı aktivləşmə enerjisi bioloji katalizator funksiyası yerinə yetirən zülallardan, fermentlərdən istifadə etməklə əldə edilir. Katalizator kimyəvi reaksiyaya girərək adətən reaksiyanı sürətləndirir. Reaksiya başa çatdıqdan sonra isə heç bir kimyəvi dəyişikliyə məruz qalmayan maddələr hesab olunur. Fermentlərin aktivləşmə enerjisini azaltmaq biokimyəvi reaksiyalara məruz qalacaq molekulaları aktivləşdirir və reaksiyanın aşağı enerji səviyyəsində başlamasına imkan verir. Fermentlərin kataliz etdiyi reaksiyada molekulalar reaksiyaya girirlərsə onlara substrat, reaksiya zamanı əmələ gəlirlərsə onlara məhsul molekulaları deyilir. Məsələn, bildiyimiz kimi, bax, fermentlər təkrar qeyd elədik ki, istifadə olunur. Bax, bu gördüyünüz təsvirlərdə birincidə fermentdən iştirak olunmayıb, ikinci təsvirdə isə ferment iştirak edib və burada substrata təsir göstərən heç bir ferment olmadığına görə
onu başlanğıc enerji ilə, aktivləşmə enerjisi ilə təmin edən ferment olmadığına görə enerji sərfiyyatı daha çox olur. Reaksiya məhsulunun əmələ gəlməsi üçün, bax bu görürsünüz nə yüksəklikdə o enerji tələb olunur ki, o tərkib hissələrinə həmin maddələr parçalanmış olsun. Və yaxud da ki, burada gördüyümüz təsvirdə isə aktivləşmə enerjisini həyata keçirən ferment mövcuddur. Ona görə də substratı, yəni qlikozanın oksigenlə reaksiyasında oksidləşmə məhsulları olan karbon qazı və suyun əmələ gəlməsi üçün az miqdarda enerji lazım olur. Aktivləşmə enerjisini fermentlər minimum səviyyəyə endirmiş olur. Kimyəvi reaksiyanın başlaması üçün qeyd elədik ki, aktivləşmə enerjisi lazımdır ki, onu da hüceyrələrdə fermentlər həyata keçirmiş olurlar. Fermentlərin fəaliyyətini öyrənmək üçün belə bir təcrübə aparılır. 150 ədəd diş çöpü götürülür, saniyə ölçən, kağız sancağı, qələm, qab və s. götürülür ləvazimatlar. Gözü bağlı şəkildə qabın içərisində bir əllə həmin diş çöpləri sındırılır, həmin qaba təzədən təkrarən qoyulur. Bu proses 5 saniyə müddətində həyata keçirilir. Sonradan isə təkrarlanaraq onu 10, 20, 30 dəqiqə müddətində təkrarlanır. Yəni müddət artırıldıqca bir əllə sınan diş çöplərinin miqdarını müəyyən etmək lazım gəlir. Bunun üçün isə gördüyümüz kimi deməli zaman artırılır. Mən hər zaman ərzində saniyədə bir çöp sındırmağı nəzərdə tutmuşam burada sadə olmaq üçün. Sındırılan diş çöplərinin sayı 5 saniyədə 5 ədədə bərabər olacaqdır. Ona görə 10 saniyədə ona 20 saniyədə 20 çöp sındırılacaqdır. 40 saniyədə isə 40 deməli diş çöpü sınacaqdır. Reaksiya sürəti soruşulur. Reaksiya sürətini müəyyən eləmək üçün sındırılan diş çöplərinin sayını saniyəyə bölmək lazım gəlir. Sınan diş çöplərinin sayı 5-ə bərabərdir dedik. 5-i 5-ə böləndə reaksiya sürəti 1-ə bərabər olur. 10-u 10-a böləndə reaksiya sürəti 1-ə, 20-ni 20-yə böləndə yenə 1-ə, 40-ı 40-a böləndə yenə 1-ə bərabər olur. Deməli, beləliklə biz reaksiya sürətini tapa bilirik. Reaksiya sürəti nəticəsində bizim deməli, bu proseslər nəticəsində bizim reaksiya sürətimiz hamısında vahidə bərabər olduğunu görürük. Burada soruşulur ki, müzakirə edin. Bu təcrübədə sizin əliniz qırılmamış və sındırılmış çöplər nəyi ifadə edir? Deməli, əlimiz vasitəsilə diş çöpünü 2 yerə ayırırıq, bölürük. Bu rabitənin qırılması deməkdir. Deməli, bu proses əlimizlə həyata keçdiyinə görə əlimiz ferment rolunu oynayır. Qırılmamış çöplər substrat rolunu, qırılmış, sındırılmış çöplər isə reaksiya məhsulunun rolunu yerinə yetirmiş olur. Sizcə əvvəlki addıma nisbətən sonra daha çox yaxud daha az diş çöpü sındıra biləcəksiniz. Mən 1 saniyədə bir diş çöpü sındırıldığına görə 10 saniyədə 10, 20 saniyədə 20, 40 saniyədə isə 40 diş çöpünün sındırıldığını qeyd etdim və beləliklə müddət artdıqca diş çöplərinin sayının, sındırılan sayının da artdığını deyirik və beləliklə də zaman keçdikcə ayrılan sınan diş çöplərinin miqdarı da artmış olacaqdır. Canlı orqanizmlərdə sintez olunan fermentlərin əksəriyyəti hüceyrə daxilində deməli katalitik funksiya yerinə yetirir. Məsələn, qaraciyər hüceyrələrində zərərli hidrogen peroksidi parçalanmaq üçün xüsusi katalaza fermenti mövcuddur. Bu hüceyrə daxili ferment hesab olunur. Burada fermentin təsir mexanizminin təsviri verilibdir. Baxırıq burada, bax bu amilaza molekulu verilibdir. Ferment rolunu oynayır. Hər bir fermentin xüsusi fəal mərkəzi var. Fəal mərkəz
qıfıla açar keçən kimi bu açar rolunu oynayır. Substrata, yəni burada substrat olaraq nişasta molekulunun bir hissəsi verilibdir. Ora daxil olaraq, bax bu gördüyünüz sxem üzrə onu rabitəsinin ayrılmasına, qırılmasına səbəb olur. Substrat və fəal mərkəz arasında kimyəvi rabitə əmələ gəlir. Bu rabitə su molekulunun nişasta molekuluna təsirini asanlaşdırır. Beləliklə də şəkər molekulu məhsul şəklində nişastadan əmələ gəlmiş olur. Gördüyünüz kimi, deməli, ferment isə heç bir dəyişikliyə uğramadan hüceyrədə qalmış olur. Ona görə də hüceyrənin tərkibində az miqdarda ferment olur ki, orada gedən proseslər üçün bunlar kifayət edir. Onlar özləri sərf olunmur, təkrarən istifadə oluna bilirlər. Mən dedim ki, hüceyrə daxili fermentlər mövcuddur. Bundan başqa hüceyrə xarici fermentlər də mövcuddur. Misal üçün, yağları yağ turşusu və qliserinə parçalayan lipaza fermenti hüceyrə xarici ferment rolunu oynayır. Belə ki, o, deməli, bir hüceyrədə əmələ gəlsə də digərinə ifraz oluna bilir bir hüceyrədən. Belə ki, bildiyiniz kimi lipazanın gliserinə və yağ turşularına parçalanması həzm orqanlarında həyata keçirilir. Beləliklə, bundan başqa da fermentlər öz fəaliyyətində spesifikdir. Yəni, yağları parçalayar, ancaq lipaza fermentidir və yaxud da ki, proteozalar zülalı parçalayır, karbohidratlara və lipidlərə təsir göstərmir. Buradan belə nəticəyə gəlirik ki, fermentlərin təsir mexanizmi deməli, bir tərəflidir, bir cəhətlidir. Onlar yalnız müəyyən məhsullara təsir göstərir. Fermentlər müxtəlif olmalarına baxmayaraq, onların oxşar xassələri də var. Onlar suda həll olur, fəallığı müəyyən edir, temperatura, həmçinin pH göstəriciləri ilə də onların fəallığı müəyyən olunur. Bu qədər, qalanları növbəti dərsimizdə. Sağ olun.